İnsan öyrənə-öyrənə çox şeydən xəbərsizliyini dərk edir. Çoxları bu yolu axıra qədər gedə bilmir. Yalnız qəlbində haqq işığı yandırıb, Tanrı sevgisinə üz tutanlar, kamillik mərtəbəsinə, müdriklük məqamına qovuşa bilir. Müdriklik ürək genişliyi, kamillik səviyyə dərinliyidir. Kamil olanlar pisliyi yaxına buraxmaz, cılız düşüncələrlə yaşamaz, qəlbinin qapısını xeyirxahlığa açar, yaxşılara, yaxşılığa güvənər, ömrünü el ömrünə qatar, el taleyi yaşayar. Harayçı yollar ömründən keçib gedər. Yana-yana yaşamaq, nurlu ömür yiyəsi, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, qabaqcıl maarif xadimi Qəşəm Məmmədovun Tanrıdan bəxtinə düşən talih qismətidir. Qismətdən qaçmaq olmaz. Qəşəm müəllim qapılarını zəhməti ilə açıb, istedad çırağını yandırmaqla ömrünün zirvəsinə qalxmışdı. Hələ uşaqlıqdan kövrək qəlbinə o qədər arzular yerləşdirilmişdi ki, bitib tükənmirdi. Qəşəm Məmmədov ziyalı ailəsində dünyaya göz açmışdı. Ailədə seçilən bu oğul övladı lap elə körpəlikdən qətiyyətli, mübariz, sözünün keçərliyini birüzə verərmiş. Ailədə və ətrafda sevilənlərdən olub Qəşəm müəllim. Çünki onun simasındakı görünüş bunu sübut edirdi ki, gələcəkdə bir el ağsaqqalı, müdrik bir insan olacaq. Qəşəm müəllim kənddə böyük hörmətə malik olan insanlardan biri idi. Kənddə orta məktəb yox idi, ibtidai məktəbdə dağılmaq üzrə idi. Və o zaman da biraz çətinlik idi. Smeta yox idi, layihəsi yox idi, pulu yox idi. Qəşəm müəllimin şəxsi nüfuzu sayəsində Nazirlər Soveti, Raykom, Akkom kömək elədi, material verdilər, o kənddə məktəb tikildi və ibtidai məktəb çevrildi orta məktəbə. Həmin orta məktəbi çoxlu şagirdlər qutardı, o şagirdlərdən müəllim, həkim, mühəndis, alim demək olar oldu. Kənddə kimə bir ehtiyacı olurdu, ona əl tuturdu, kömək eləyirdi, rayonda olan işini həll eləyirdi, köməkliyi olurdu. Şəxsən mənim Naxçıvan bir nömrəli orta məktəbinə o aparıb və o bir nömrəli məktəbi qutarmışam, sonra da institutu mənə atalıq və müəllimlik eləyibdi. O bir ağsaqqal kimi, ziyalı kimi, həm də evdə bir ailə başçısı kimi, demək gözəl ata kimi idi. Və onun hörməti sayəsində deməli, onun uşaqlarından ikisi əməkdar elmi xadimi, professor, qızı əməkdar müəllim demək olmuşdu. Kənddə böyük hörməti var idi, böyük ziyalı, bütün şəxsiyyət idi. Mən demək Qəşəm müəllimdən, demək həm dayı bacıoğlu, həm müəllimim olub. Həm də ki, Qəşəm müəllim harada vardısa, orada mehribançılıq vardı, orada səs vardı. Yəni, uşaq da desəydi ki, gedəcək bu işi həll eləyəcək, Qəşəm müəllim həmişə qabaqda gedən bir insanıdır. Kənd üçün çox işlər görüb. Yəni, bizim məktəbin bu yaranmasında çox əziyyətlər çəkib, məktəb gecə-gündüz orada çalışıb, işləyib, özü məktəb direktoru olmasına baxmayaraq, o maşınlardan yük gətirmək, şəhərdən nə cür gətirmək, bunlar hamısı Qəşəm müəllim üçün böyük bir həvəsidir. Həm də ki, o məktəb, sizi inandırım ki, rayonda elə bir məktəb gözəllik, təmizlik ola bilməzdi. Elə bir yüksək səviyyədə o məktəbi saxlayırdı ki, çox da öz qüvvəsinə, öz işçiləri ilə mehriban, bəli, baş tutayla belə gözəl çalışan bir insanıdır. Həyat da gələn getməlidir, aydın məsələdir. O da öz dövründə bir iz buraxıb gedib. İndi kənd arasında söhbət olanda, bir danışıq olanda hamı demək olar ki, deyirlər ki, Qəşəm müəllim belə işlər gördü, belə işlər gördü. Ona görə də ondan müsbət cəhətdən başqa heç bir şey görmək olmazdı. Həm də fəal adamdır, çox fəal adamdır. Biz də o vaxtı biz müəllimi görəndə qorxurduq. Deyirdik, müəllimin yanında möhkəm danışmaq olmaz.
Bu özünü bizlə nə qədər belə yaxın yoldaş kimi aparırdı ki, adam prost heyran qalırdı. Gözəl dərs demək qabiliyyəti vardı. Elə şirin söhbət ya, elə şirin söhbət, elə istər-istəməz ona qulaq asmamaq mümkün deyildi. Əli hara çata bilərdisə, kiməsə nə köməklik etmək lazımdırsa, qəşəng müəllim mütləq onu eləyəcəkdi, kimliyindən asılı olmayaraq. Yəni mənim bu qohumum olsun, bu kənar olsun, onun üçün heç bir fərqi yoxdur. Bir kəndliyik, məsələn, adam var ki, şəhəri tanımırdı. Qəşəng müəllim ondan düşüb, gedib onun o işi ilə maraqlanardı. Yəni işi düzəldən bir insanıdır. Həyatda o, nədir deyim, təmiz zəhmətlə demək olar ki, bu uşaqları böyüdü. Qəşəng Məmmədov 1926-cı ildə anadan olub. Qəşəng Məmmədov 1940-cı ildə indiki Naxçıvan Müəllimlər İnstitutunun Tarix-Filologiya fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şahbuz rayonunda İcraiyyə Komitəsində məhsul işlə təmin olunur. Bir müddətdən sonra Sələsiz kəndində məktəb direktoru və müəllim işləyir. 1945-ci ildən 1995-ci ilə kimi Xalxal kənd tam orta məktəbində direktor, dərs hissə müdürü, təşkilatçı işləyir. 1997-ci ildə Vayxır kəndində həm müəllim, həm də psixoloq vəzifəsində çalışır. İşlədiyi müddətdə isə yenidən ali təhsil almaq fikrinə düşən Qəşəng Məmmədov sənədlərini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil Ədəbiyyat Fakültəsinə verir və qiyabi yolla təhsilini davam etdirir. Atasını erkən itirməsinə baxmayaraq Qəşəng Məmmədov qarşısına bir məqsəd qoyur. Mən atamın adına layiqli övlad olub xalqıma xidmət edəcəyəm. Elə bu məqsədlə də ömrünün sonuna qədər öz xalqına, dövlətinə sədaqətlə xidmət etdi. Bugün Qəşəng müəllim haqqında söz söyləmək istəyən insanlar ağız dolusu danışırlar. Çəkiliş müddəti kim ilə söhbət etdiksə, hamısından eyni fikri aldıq. Əvəzsiz el ağsaqqalı idi Qəşəng Məmmədov. El məhəbbətini, el hürmətini qazanmaq hər bir kəsə nəsib olmur. Bunun üçün insanda ilk növbədə səbir və təmkin, möhkəm iradə lazımdır. El dili ilə desək, 100 sözdən birini danışmayan bir insanmış. Deyirmiş ki, əgər o insana köməklik etmək istəyirsənsə, onu axıra qədər dinlə. Dinlə ki, dərdinə məlhəm ola biləsən. Məhz belə bir insan idi Qəşəng Məmmədov. Qırx ildən artıq dostluq eləmişik. Hər yer Naxçıvanda, Vayxırda, Küküdə çox yaxın olmuşuq. Qəşəng müəllimin rəhmətliyin atası da köylü kişi olub. Vayxırda köylü kişi olub. Bütün Vayxır əhalisi ondan məsləhət alan olub. Naxçıvan Muxtar Respublikasında onun atası tanınan kişi olub. Eyni zamanda Qəşəng müəllimin özü çox tanınan yoldaş olub. Uzun müddət məktəb direktoru olub. Məktəb direktoru olmaqla bərabər orada Vayxırda demək olar ki, o yetişən gənclərin, müəllimlərin əksəriyyəti onun tələbəsi olub, şagirdi olub, həmişə ondan məsləhət alıb. Qəşəng müəllim universal adam olub. O universallığına görə bütün sahələrdə, elmi sahəsində o müəllimlərinə məsləhət verən olub. Həmişə. Kimin nə çətinliyi olarmış, gəlib Qəşəng müəllimlə göstəriş alarmış. Qəşəng müəllimlə Naxçıvan Muxtar Respublikasında mən qalan müddətdə o həmişə gələrdi mənim yanıma, söhbət eləyərdik. Söhbət eləyəndə həmi geçmiş vaxtla indiki vaxt haqqında deməli onunla söhbət eləyərdi. Elm sahəsində mübahisələr aparardıq. O işlədiyimiz yoldaşlarımız haqqında
əlaqə saxlayardıq. Hətta o qutarandan sonra da, mən kəndə gələndən sonra da daimi telefon əlaqəsi saxlayardıq. Elə olub ki, biz Qəşəm müəllimlə saatlarla telefonda danışıq aparmışıq. Bir-birimizdən məsləhət almışıq. Bir Naxçıvanda olan, kəndlərimizdə olan uşaqlarımız haqqında bir-birimizdən həmişə məsləhət alıb, bir-birimizi yoxlamışıq. Bir-birimiz haqqında söhbətlər aparmışıq. Qəşəm müəllim çox, mən deyərdim, mənim çox dostum, müsahibim olub. Amma heç biri Qəşəm müəllim kimi olmuyor. Onunla 40 ildən artıq elə bir dostluq, elə bir müsahiblik eləmişik ki, inan ki, qardaş-qardaşla o cür dostluq, müsahiblik eləməzdi. Qəşəm müəllim çox gözəl təsərrüfatçı olub. Gözəl təsərrüfatçı olub. Ona mən getmişəm bağına da, onun bağında olmayan ağac olmaz. Bütün meyvələrdən əkib, becərib, özdə necə həmişə qonuma, qonşuya, ondan sonra kənd adamlarına həmişə verib onlar istifadə ediblər. Əsl insan olub, bəli, əsl müəllim olub, çox geniş dünya görünüşlü yoldaş olub. Ona görə mən deyərdim ki, Muxtar Respublikada onu tanımayan yoxdur, onun hörmətini saxlamayan yoxdur. Hamı onu bu günə qədər, indi də həmişə iftixarla adını çəkirlər. Ömrümün 74-cü payızına qədəm qoymuşam. Bu yaşımda müəllimim haqqında söz demək mənə çətindir, çünki müəllimi itirmişəm. Qəşəm müəllim gözəl insandır, gözəl pedaqoq idi. O öz ədəbiyyat fənnini, Azərbaycan dilini şagirdlərinə anladırdı, başa salırdı, gözəl insanıdır, əyilməz insanıdır. O mənim nəzərimdə Dədə Qorqud timsalında qalıb, bir ağ saçlı müəllimim idi. Əyilməz insanıdır, həmişə haqqın tərəfi olardı, vətənpərvər idi. Həmişə müharibədən söhbət açanda deyirdi, mənim əmim sənin atanla müharibədə bir yerdə olubdur. Davaların birində əmim ağır yaralanır, sənin atanın dizinin üstündə can vermişdi. Həmişə mənim xətrim istəyərdi. Cabir Novruzun bir şeirin deyərdi. O şeir elə o vaxtdan yaddaşımda qalıbdı. Müəllimin bugünkü anım günündə o şeiri deyəcəm. Səyyah idim, bir ay oldum Almaniyada. Öz dilimdə müharibə əleyhinə şeir oxudum Almaniyada. Efirlərdə səsim qaldı, mahallarda, obalarda, şəhərlərdə səsim qaldı. Almaniyanı gəzdi o səs, bu yerlərdə həlak olan neçə-neçə il oğluma əbədlik bəsdir o səs. Bəli, gündüz şeir oxudum, qərib qonaq adı ilə mən. Axşam gəldim otelə mən, çarpayıya uzanan tək yuxu yendi gözlərimə, birdən-birə nə göründü gözlərimə. Neçə-neçə el oğlumuz adlarını söylədilər. İslam, Həsən, Qulam, Oğuz, baxışları vahiməli, paltarları əzik idi. Biri köksü qanlı idi, biri qıçı kəsik idi. Biri ana haraylayır, biri ata çağırırdı, biri yalnız quru səsidir, bağırırdı. Salam, salam, ay el oğlu. Mən cavandım, uca boylu, indi isə kül adamam. Bir baxışdı, dumanların arasında danışırdı. Hey, eşit məni, bil, adamam. Hara baxdım, gördüm bizim oğulların içindəyəm. Elə sandım, nağılların içindəyəm. El oğlu, mən qələbəni görən gündə vurulmuşam. Reistağın düz üstündə vurulmuşam. Nəql eləyim bilinəçiyəm. Mən anamın bircəsiyəm. Dost ellərdən qaydanda vətənə sən. Min yol xahiş eləyirəm, salamımı sən anama yetirəsən. Hansı yerdə bir yarıcan ana görsən, bil ki, mənim anamdır o. Davalardan söhbət açan ana görsən, bil ki, mənim anamdır o. Ovunmayan, dayanmayan ana görsən, bil ki, mənim anamdır o. Saçları ağ, bir çəlimsiz ana görsən, bil ki, mənim anamdır o. Dedim, hardan öyrəndiniz ünvanımı? Onlar xorla düzəltdilər nöqsanımı. Şair qardaş, Azərbaycan ətri sözü oldu bizim bələdçimiz. Dediyiniz şeirin özü oldu bizim bələdçimiz.
Biz hamımız əbədiyyət mənzilinə yaxınlaşan adamlarıq, əfsanəyə dönənlərik, nağıllaşan adamlarıq. Bir vaxt Səməd Vurğun gəldi bu yerlərə, lap təzəcə qutarmış müharibə onda hələ. Çarpışmışdıq, vuruşmuşduq, yer üstünü, yer altına biz təzəcə dəyişmişdik. Səmədi də gördük o vaxt, Səmədin də yuxusuna girdik o vaxt. Şair qardaş, biz bax elə beləcəyik, hələ çoxlarının yuxusuna girəcəyik. Kim istəyir biz ölməyək, məzarlarda əbədilik gömülməyək, Azərbaycan torpağından bir tel çəksin qəbrimizə, bizim doğma dilimizdə ağı desin, nəğmə desin qəbrimizə. Şair qardaş, biz o zaman xəyal olub görünürük. Şair qardaş, biz o zaman dirilirik. Bu şeiri rəhmətli Qəşəm müəllim mənə aşıladığı vaxt, o vaxtdan da yaddaşımda qalıb. Mənim müəllimim vətənpərvər insanıdır, insanpərvər insanıdır, millətini, elini, obasını sevən insanıdır. Nurani görünüşü, gülümsər gözləri, sakitləşdirici nəzərləri, həlim xasiyyəti, xoş rəftarı var idi Qəşəm müəllimin. Davranışı hər bir kəsə nümunə idi. Tələskənliyi heç sevməzdi. Sözünün üstündə duran və dəqiq bir insan idi. Hər bir işin öhdəsindən layiqincə gələn biri idi. Haqqı nahaqqa heç bir zaman verməzdi. Münasibətdə ölçü biçini, aydınlığı sevərdi. Alçaqdan aram-aram danışardı. Sadə və sərgəli idi. Qəşəm müəllim haqqında çox fikirlər, çox yazılar yazılıb bugünə kimi. Qəşəm müəllimin ən çox sevdiyi xüsusiyyətlərindən biri bütövlüyü, əhatəliyi olmağı idi. Gənclərlə söhbətində onlara göz açıq, diribaş olmağı məsləhət bilərdi. Tədris etdiyi Azərbaycan dili və ədəbiyyat fənnində aforizmlərə xüsusi yer verərdi. Həmişə də qeyd edərmiş ki, uşaqlar, dərs zamanı işlətdiyim aforizmlər sizin hər bir zaman gərəyiniz olacaq. Mən sizə elə bir fənni tədris edirəm ki, həyatı, enişi, yoxuşu öyrədir. Ona görə də enişli, yoxuşlu yollar qarşınıza çıxarsa büdürəməməyə çalışın. Özünüz öz ayaqlarınızın üzərində durmağı öyrənin. O zaman insan xoşbəxt olur ki, həyatda nə qədər nailiyyət əldə edirsə, özünün göstərdiyi zəhmətin nəticəsində baş verir. Onunla təmasda olan müəllimlər, şagirdlər o gün olmazdı ki, Qəşəm müəllim də söhbət etməsin. Onun yetirmələri qeyd edirlər ki, ən çətin anımızda belə Qəşəm müəllim bizə kömək göstərirdi. Çox xeyirxah və alicənab bir insan idi. Elə onun xeyirxahlığı, alicənablığına görə də ona hamı el ağsaqqalı deyərdi. Qəşəm müəllim mənə ədəbiyyatı sevməyi öyrətdi. Qəşəm müəllimin hesabına mən Nizamini sevdim, Füzulini sevdim, Nəsimini sevdim. Məndə ədəbiyyata böyük həvəs oyandı və mən ədəbiyyat müəllimi olmaq istədim. Və bu yöndən də həmişə həvəslə çalışdım. Lakin mənim ədəbiyyatçı olmamağımın səbəbi də yenə Qəşəm müəllimin özü oldu. 69-cu ildə qəbula getmək üzrə idik. Dedi Hüseyn, hara verəsən işləri? Dedim, bilirsən də Qəşəm müəllim, mən ədəbiyyat müəllimi olmaq istəyirəm. Mən sənə tövsiyə eləyirəm, müəllimliyə getmə. Dedim, niyə? Dedim, müəllimimiz çoxdur. Bu bizim də başqa sahədə bir mütəxəssisimiz olsun. Dedim, baxın, mən Qəşəm müəllim, hazırlaşmışam ədəbiyyat üzrə, indi mən başqa yerə necə gedim? Bu mənim üçün çətin olar. Dedi, bilirəm, çətin olar, amma gəlsən, instituta getmə. Çünki ədəbiyyata getsən, bilirəm ki, qəbul olacaqsan, amma indi başqa sahələrə getsən, qəbul olmayacaqsan. Dedim, mən neyniyək? Dedi, gəlsən, maliyyətçi ol. Birbaşa mənə belə dedi. Dedim, nətəri necə? Dedi, maliyyə kredi texnikomu var. Gedirsən ora,
ora qəbul olacaqsan, səndən maliyyəçi olacaqsan. Dedim, yaxşı. Getdik. 69-cu ildə işlərimizi ora verdik, mən ora qəbul oldum, oranı qutardım. İşlədim. Hər məni gördükcə deyirdi, nətəridir, müəllim yaxşıdır, bu yaxşıdır. Dedim, mən bilmirəm ki, mən müəllim olmamışam ki, görəm, müəllim yaxşıdır, ya bu yaxşıdır. Qəşəm müəllim çox xeyirxah bir insanıdır. Çox sadə bir insanıdır. Bu, mənim anama həmişə xala demişdi, atama dayı demişdi. Qəşəm müəllim çətdə demək olar ki, çox adamın işinə yarayıbdır. Çox adamın işinə yarayıb. Kimin nə problemi olubdur, hansısa bir idarədə Qəşəm müəllim düşüb onun qabağına, o işin dalınca gedib və o işi qanun şəklində həll eləyibdir. Xeyirxah bir insan olubdur. Mən 82-ci ildə bu kəndə talih məni nəsib eləyib gəlmişəm, həm də təyinatımı bu kəndə almışam. Mən ilk qarşılaşdığım Qəşəm müəllim ailəsi olubdur. Qəşəm müəllim bir müdrik şəxsiyyət kimi indi də mənim qəlbimdə yaşayır. Çünki Qəşəm müəllim hər təyinatla gələn cavan müəllimə bir örnək, bir yol göstərən, bir ulu insan yolu göstəribdir. Qəşəm müəllimin mənə nəsib olub ki, onun ailə üzvlərindən 9 nəfərlə bir yerdə işləmişəm. Başda Qəşəm müəllim özü olmaqla, böyük qızı rəhmətə gedib Zərifə müəllimə, onun yoldaşı Hidayət müəllim, o da rəhmətə gedib. Qızları Tamara müəllimlə, Tahirə müəllim, Şüfə müəllimə və Şüfə müəllimin 2 qız övladı ilə, Aytaç müəllimə, Sevinç müəllimə ilə, gəlini İlhamə müəllimə ilə bir yerdə işləmək mənə nəsib olub. Bu ailə elə bir ailədir ki, ancaq mənə bayaq onun nəvəsi sual verdi ki, biz də Qəşəm müəllimə bənziyirik. Dedim ki, Qəşəm müəllimə heç kəs bənziyə bilməz. Çünki elə insanları həyat 100 ildə bir dəfə həyata gəlir o insanlar. O insanlardan biri də doğrudan Qəşəm müəllimdir. Qəşəm müəllim elə bir insandır ki, kollektivdə istəməzdi. Kimsə kimlənsə sözü söhbəti olsun, kimlənsə kim ədavət aparsın. Hətta o bizlə az müddətdə işləyib. Çünki Qəşəm müəllimin atama məktəbdə işləyirdi, biz orta məktəbdə işləyirdik. Sonradan məktəb birləşdi, bir məktəb şəklində. Qəşəm müəllim gəldi, bizim bir yerdə işlədik, psixoloq işləyirdi Qəşəm müəllim. Qəşəm müəllim bəlkə də hamıya el atası idi. Çünki Qəşəm müəllim hamının dərdinə, sərinə yanan, kimin bir müşkil işi olsaydı, Qəşəm müəllimə üz tutardı. Deməzdi, Qəşəm müəllim qohumu deyiləm, yadam və yaxud da başqa bir kənddən kimsə gələrdi ki, Qəşəm müəllim mənə kömək eləyin, mənim işim belədir, hara getməliyəm, yol göstərin mənə. Qəşəm müəllim elə bir adamdır. Biz indi hamımız müəllimik də, pedaqoq. Mən şəxsən öz dərs dediyim şagirdlərə rast gələndə istəyirəm ki, onlar mənə salam versin, keyfimi soruşsun. Qəşəm müəllim belə insan deyildi. Qəşəm müəllim özündən balaca insanlara yaxınlaşmamış uzaqdan çağırırdı. Falan kəs necəsən, nə var, nə yox, keyfin halı? O cür bir şəxsiyyətidir Qəşəm müəllim. Qəşəm müəllim üçün mükafatların ən alisi ürəklərə köçüb yaşaması, öz sözü, öz səsidir. Atıya, vətənə oğulluq borcudur. O bu borcu çox yüksək qiymətləndirərək yaşadı. Atasının vəsiyyətini ömrünün sonuna qədər yerinə yetirdi. Oğul, əgər mən bir gün dünyadan kösərsəm, başını dik tutmağa çalış. Yaxşı əməllər sahibi olaraq yaşa və yaddaşlarda qal. Yaxşı övladlar tərbiyə et. Övladların üçün, tayfan üçün hər zaman baş ucalığı gətir. Atasının bu sözlərinə ömrünün sonuna qədər əməl etdi və öz övladlarına nəsiyyət etdi. Qəşəm müəllimin mükəmməl bir ailəsi olub. Həyat yoldaşı Gülşən xanımla əl-ələ verərək tərbiyəli, savadlı, ləyaqətli övladlar böyüdüb xalq üçün. Gülşən xanım evdar qadın olmasına baxmayaraq, ailədəki uşaqların təhsillənməsi üçün Qəşəm müəllimlə bərabər çalışıb. Bugün onun övladları professor, məktəb direktoru, əməkdar müəllim kimi çalışaraq
atalarının adlarını uca tutmağa çalışırlar. Belə bir atanın qızı olmaq üçün çox fəxr eləyirəm. Heç vaxt heç kim hiss eləməz ki, mənim atam yoxdur. O qədər ürəklə danışıram ki, hər dəfə o bir sağ adam haqqında danışılan, hər gün evdə nə qədər sözlərini danışılır. Yaxın rəfiqəm var, Bakıda yaşayır. O deyir ki, mən də o qədər sözlərini işlətmişəm. Ətrafımdaşların hamısı Qəşəm müəllimin sözlərini bilirlər, məsələlərini bilirlər. Öz uşaqları, onun yanında qalanlar, yadında olanlar, onun ixtisasını davam edən uşaqlar, qızım var. O qədər ürəklə onun haqqında, fəxrlə onun ixtisasını seçibdir ki, özüm də bax, hər dəfə evdə uşaqları da təbliğ eləyəndə, onları heç təbliğ eləmək lazım deyil ki, babanı çox istəmək lazımdır, nənəni çox istəmək lazımdır. Baba özünü çox istədirdi. Babanın özü çox sevimli bir baba idi. Çox dəyərli bir ailə başçısı idi anam üçün. Çox bir dəyərli ata idi bizim üçün. 7 övlad olmuşuq, 7-miz də oxumağımız üçün çox danışıb, o heç vaxt məcbur eləməyib bizi oxumağımıza. Elə bir şərait yaradıb ki, biz bilməmişik ki, məcbur eləyirlər uşağı ki, dərsi oxu. Hərə dərsdən gələndə gedib dərsini oxuyubdur. Bir bacım, bir qardaşım professordur. Qalan bacı qardaşlarım müəllimdirlər. Ailədə o müəllim olmaq, onun sənətini davam elətdirmək, onu o qədər sevmək. Onu da anam çox sevdirmişdi. Anam da yəqin onu çox sevirmiş ki, biz də onu sevdirmişdi. İxtisasını da sevdirmişdi, peşəsini də sevdirmişdi. Bacımın biri məktəb direktoru işləyir. Atam 65 il işləyibdi, müəllim işləyib. Onun 40 ilində direktor işləyib. Hamısını atam sevdirə-sevdirə. Məcbur eləməklə heç kim o sənətin dalıncan, o peşənin dalıncan getməz. O qədər sevmişik ki, görmüşük ki, atamı çox sevirlər, ətrafdan çox sevirlər. Atama çox hörmət eləyirlər. Kənardan gələndə çox hörmət eləyirlər ki, Qəşəm müəllim gəlir. Qəşəm müəllim adı çəkilən yerdə çox hörmətli, o özü o hörməti qazanmışdı. Biz fəxr eləyirik. Hamımız fəxr eləyirik bugünkü gündə. Belə bir atanın övladlarıyıq. Bugünkü gündə mən çox belə fəxr eləyirəm ki, bu cür ata haqqında mən ürək dolusu danışıram. Ruhu şad olsun. 1967-ci ildə Vaxır kənd 8 illik məktəbinə daxil olmuşam. O vaxtlar 8 illik məktəbidir. Ancaq Allah Qəşəm müəllimə rəhmət eləsin. Onun səyi nəticəsində o məktəb 10 illik məktəb oldu. 10 illik məktəbi bitirmişəm. Bu məktəb çox yüksək ixtisaslı kadrlar yetişdirib. Mən də məktəbi bitirdikdən sonra Azərbaycan Mühəndis İnşaat İnstitutuna qəbul olundum. 83-cü ildə institutu bitirdikdən sonra istehsalatda çalışdım. Çox evlər inşa olundu, sözüm onda yox. Çox inzibati binalar tikildi. Amma rəhmətli inşaat sahalarında da gəlirdi, baş çəkirdi, maraqlanırdı. Bu kəndin sosial qayğıları bunu çox maraqlandırırdı. Kəndin əvvəllər su çətinliyi çox olurdu. Yüksək kilovatlı elektrik nasosunu öz gücü sayəsində gətirib kəndin yuxarı hissəsində quraşdırılmasında onun təşəbbüsü ilə bu iş görüldü. Kəndin suya olan tələbatı qismən də olsa ödənildi. Qəşəm müəllimin biz o vaxtlar uşağıdıq. Kənddə görürdük yaşlı nəsil gecə məktəbi yaradılmışdı Qəşəm müəllimin təşəbbüsü ilə.
bizim üçün o vaxt gülməli gəlirdi. Yaşlı, qoca adamlar məktəbə gəlir. O, birbaşa maarifləndirmə, savadsızlığı aradan qaldırma üçün bunları edilmiş. O vaxtlar indiki Heydər Əliyev su anbarının tikintisində Vaxır Tikinti Quraşdırma İdarəsi fəaliyyət göstərirdi. Oranın nəzdində yenə Qəşəm müəllimin təşəbbüsü, səyi nəticəsində uşaq bağçası yaradıldı, təşkil olundu. Sonra icra nümayəndəliyində çalışdı bir müddət. Burada da kəndin sosial qalıqları ilə məşğul oldu. Çox adama təsərrüfatda böyük inkişafı üçün köməklik göstərdi. Allah rəhmət eləsin, qəbri nurla dolsun. Evimizdə mənlə beraber atamın 3 əmisi uşağı böyüyürdü. Onlar ataları deməli itirmişdilər və yetim uşaqlar idi və atam onları himayəyə almışdı. Yəni onlarla bir yerdə biz böyümüşük. Ondan sonra ətrafımda bütün qohumlar, kənd adamlarına qarşı atamın həmişə qayğısını görmüşəm. Və deyək ki, o vaxt atamın bir 30-32 yaş olanda kəndin ağsaqqallarından biri sayılırdı. Deməli, öz yaşına görə yox, o qayğı keçdiyinə görə, kəndə göstərdiyi münasibətə görə. Atam təhsil işçisi idi. Respublikanın tanınmış müəllimlərindən biri idi. Qabaqcıl maarif xadimi, əməkdar müəllim. 16 yaşından rəsmi fəaliyyətə başlamışdı təhsil sahəsində. O vaxt müharibə dövrünə düşmüşdü, müəllimlər yox idi və 16 yaşından o dərs deməyə başlamışdı. Və təhsilə çox böyük həvəsi olan adam idi. Hər zaman çalışırdı ki, məktəblərimiz yüksək səviyyədə olsun. Öz kəndimizdə, qonşu kəndlərdə bir neçə ibtidai, 7 illik, orta məktəbləri bilavasitə onun fəaliyyəti nəticəsində açılmışdı. Atam haqqında düşünəndə mən hələ biraz uşaq vaxtı bəlkə bunu hiss eləmirdim, sonra hiss elədim ki, sanki kainatdan güc alan insanlardan biri idi. Həmişə çox həvəsli idi. Nəysə belə qurmaq, yaratmaq, bu eşqlə çalışan bir adamıdır, arzularla dolu bir adamıdır. İnanıram ki, ona hansı iş həvalə olsaydı, ən yüksək səviyyədə görə biləcək bir adam idi. Və elə 86 yaşına qədər yaşadı və elə o həvəslə də, o arzu ilə də ömrünün axırına qədər nəsə çalışmayı, yaratmaq, qurmaq, bu arzu heç vaxt onu buraxmadı. Biz uşaq olanda Respublikanın çox görkəmli mədəniyyət, ədəbiyyat xadimləri olub bizim evdə. Yəni, bax, deyək ki, Məmməd Səfər müəllim, Məmməd Hüseyn Təhmasib, ondan sonra Yaşar Qarayev və deyək ki, Xeyrullah Məmmədov, ondan sonra Həsən Mirzə kimi insanlar gəlib atama bir dostcasına baş çəkərdilər və bizim evin ən əziz qonaqları olardılar. Bizim ev ən qonaqlı qaralı evlərdən biri olubdu. Bax, bütün bu cəhətləri ilə bağlı atamın eyni zamanda öz uşaqlarına böyük qayğısı olub. Atam hər zaman çalışardı ki, bütün xərcləri uşaqlarının yaxşı təhsil almasına, bir də normal qidalanmasına sərf eləsin. O rəhmətə, o dediyim gedəndə də bütün kənd sanki belə çox yasa batmışdı. Çünki bir el ağsaqqalını itirmişdilər, bir ümid yerlərini itirmişdilər, bir kömək yerlərini itirmişdilər. Qəşəm müəllim işlədiyi illər ərzində 5 medal, 2 orden, Azərbaycan Respublikasının maarif xadimi, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi və bir çox fəxri fərmanlara layiq görülüb. Bunların hamısı heç də asan başa gəlməyib. Gecəli gündüzlü oxumaq, çalışmaq, təhsilə yenilik gətirmək, məktəbə uğur qazandırmaq, gənc nəslin təlim tərbiyəsində bir pedaqoq kimi çalışmaq, bax bunların hamısı onun zəhmətinin bəhrəsi idi. Bütün zamanlarda aqillər 2 ömür yaşayır. 100 illə ölçülən qısa fiziki ömür və bir də qərinələrə,
əsrlərə sığmayan mənəvi və əbədi ömür. İkinci ömürdə yaşamaq haqqını qazanmaq üçün yazmaq, yaratmaq, tələsmək gərəkdir. Ömrünü, gününü xalqına təmənnası səsir edən kəslər yazarkən, yaradarkən mən yazıram, yaradıram deyərək haray çəkmirlər. Bu onlar üçün adi həyat tərzi, gündəlik yaşayış normasıdır. Etdiklərinin əvəzinə şan şöhrət ummurlar. Ürəkdən deyilmiş səmimi bir sağ ol kəlməsinin məlhəminə bürünüb nurlanırlar. Onlar üçün var dövlət, kitab, dəftər, təbaşir, bir də uşaqların səsidir. Sadəlik və səmimiyyət, halallıq və düzlük, mənəvi zənginlik və ruhi təmizlik, bax budur onların bəzəyi. Neçə ömür yaşayırlar, tələsə-tələsə bir insan ömründə, özlərindən xəbərsiz, fərqinə varmadan belə bir ömür yaşadı. Qabaqcıl Maarif xadimi, əməkdar müəllim Qəşəm Məmmədov.